zəng eləmədin bir dost kimi. İndi adını çəkən kimi acıqla gəldi. Hə? Əlbəttə statusa görəndə layiq verirsən. Problemim olanda zəng elə. Mən heç kim haqqında artıq danışmaram. Davay. Gidin ağıllı olun, işinizlə məşğul olun. Mən bilirəm harada kimin adını çəkirəm. Bəli, burada bir iki dənə adamın adı çəkildi. Mənim öz şəxsi həyatımla bağlı. Bəli, mənim bu qədər problemim oldu. Biriniz zəng eləmədiniz. Az, indi mənə nəyə zəng edirsiniz siz? Məni səhv salmayın. Başa düşdünüz? Bəli, burada bir dənə oğlan adı çəkildi. O oğlan da orada yazıldığı kimi değildi. Başa düşdünüz? 5 dənə dostum var idi mənim. Ayşən, Aynur, Naxçıvanlı qız, Nərgiz, 5 dənə də deyirlər içində. 4 dənə. 4 dənə. 4-ündən biri idi dedim yazan. Sənin adını çəkib nə demişəm sənin haqqında? Statusuma baxırsan bu qədər problemlərim var. Bir yazmırsan ki, nə olub, nə başıma gəlib, nə problemlərim var. Nəyə ehtiyacım var? Mən pis dost olmamışam ha. Bunlara bax, mənə zəng eləyirlər. Mənə zəng eləməyin ha. Siz bilirsiniz ki, mən kafası atmış adamam. Belə eləməyin. Bu səhvi buraxmayın. Mən gözəl dostam. Mən dostoynu dostam. Mənim problemimi WhatsAppda görüb like eləyirlər. Zəng eləmirlər ki, nəyə ehtiyacın var? Nə lazımdır sənə? Adlarını çəkəndə acıqlarına gəlir. Adınızı çəkib nə demişəm ki? Mənim həyatımdakı oğlan adını çəkilib burada. Keçmiş. 4'ünüzdən biriniz yazmışsınız. Sənin adını çəkmişəm. Demişəm ki, sən deyirsən. Nə tez qayda eləyib deyiblər sənə. Elə ona görə bugün də sizi heç kimimiz yoxdur, oturmuşsunuz beyquş kimi. Adamın dostu tanışı olar. Mən sənə zəyə vurmaram heç vaxtı. Günah sözlə deyirik, günah sözlə tezdən dostluq eləyəndədir. Hamınız elə bir-birinizin utayısınız. Sənin adını çəkmişəm, indi qayda eləyib ataram sənə. Hansı saniyədə atacam indi sənə. Adamın əsəblərlə oynayırlar. Bu qədər problemim oldu. Az WhatsApp'da yazdım, qoydum. Falan şey belə oldu, falan şey belə oldu. Biri də mənə yazmadı ki, nəyə ehtiyacım var da, nəyə ehtiyacım var. Bunların adlarını çəkən kim bunların acıqlarına gəlir. Sizin haqqınızda nə demişəm ki? Pis söz dedim. 4 dənə padruq olmuşuq. O adı yazan 4'ündən biridir. Mən bəyəm dedim ki, sən fikir verib buna xəbər çatdırıblar. Bu lotu mənə zəng. Sən bilirsən ki, sən elə zəng vuranda mənim başım kafam götürmür. Mənə elə zəng eləməginə. Mənim adım çəkilib. Çəkilib də. Sənin adın pis şeyə çəkilə bilər. Özün samneniyan var. Səninlə mənim pis hərəkətim olub bəyəm. Yox. Biz yaxşı dost olmuşuq. Bizim aramızı vuran da elə o iyi vermişlər olub. Öz ağılsızlıqların olub. Öz ağılsızlıqlarım olub. Biz çox gözəl dost olmuşuq. Biz bir yerdə geymişik, eyni paltarı geymişik, getmişik, almışıq. Yatmağımız bir, durmağımız bir, sözümüz bir, söhbətimiz bir. Başa düşdünüz? Mən belə dost olmuşam. Amma onlarla elə dost olmamışam. Sənlə elə dost olmuşam. Sırası zəng vururlar. WhatsApp'da statusumu görürlər, biri zəng eləmir. Yaz, nəyə ehtiyacım var? Dünəndən bütün Bakı mənə zəng eləyir. Hansınız zəng eləmişsiniz az mənə? Adınızı çəkəndən tez zəng eləyirsiniz. Sayaram mən sizi. Tanımadığım adamlardılar, yazırlar mənə ki, Zuzu səndən narahatam. Sən Allah bir dənə bax, Qurana and olsun. Allah şahidimdir. Mənə hansı nömrələrdən zənglər gəlib az, nə SMS-lər gəlib az mənə. Yaddardılar, bir dənə status qoymuşam. Hamısı məndən narahatdır. At çörək kəsmişəm sizə ilə, pislik eləmişəm sizə, ağlamışsınız, yalnızda olmuşam, içmişsiniz, yalnızda olmuşam, gəzmişsiniz, yalnızda olmuşam, dərdləşmişsiniz, yalnızda olmuşam. Hansınız zəng elədiniz mənə? Hansınız yığdınız mənə? Nə dostlar, yerin gedin işinizlə məşğul olun. Yeri kül mənim başıma. Nə dostlar, hansı biri zəng eləyib az mənə? Tanımıram, heç birinizi tanımıram, nömrəmi dağıdırsınız, Nə sözü ilə bu çöreyi kəsmişəm, nə bu suyu içmişəm. Tanımıram mən sizi. Siz mənim nömrəmə yazırsınız ki, Zuzu biz səndən narahatıq. Çöreyi kəsdiklərin biri də yazmadı mənə. Adınız çəkiləndə nə tez yazırsınız? Gedin işinizlə məşğul olun, mənim ağzımı açmayın. Sənə kim çatdırır, çox da qələt eləyir çatdırır. Otursun oturduğu yerdə. Bəzilə ərlərini geri baxdarsınlar. İtmiş ərlərini. Allah razı olsun. Çox sağ olun.
Dostdan kəsiraz. Hə, Allah ölənlərinizə rəhmət eləsin. Tanımıram mən sizi. Sizdən mən heç aslında şey yaratmamışam. Oturmuşuq canlıdan canlıya. Siz mənə dünən nə qədər yazıb yığmışsınız. İnarsan. Mən yazmışsınız, yığmışsınız. Nə qədər. Heç birinizi tanımıram mən. Mən heç kimə pis dost olmamışam. Heç kimə inarsan. Vallahi. Bir eləyəni 5 eləmişəm. Bir eləyiblər 5 eləmişəm. Aparıb padurqamı düşürtmüşəm, maşınımın benzini qutarıb yolda. Saat 12'də ya anama zəng eləmişəm, mənə kartıma pul at. Taksiyə minib gedib benzin vurmuşam. Mən dostlarıma deməmişəm, mənə benzin zat vur. Bilsən niyə? Bu günümə görə. Bu günümə görə. Dost yoxdur. Sabah bir gün gedərlər, hardasa oturarlar ki, Zuzu'nun maşınına biz benzin vurmuşuq. Bu günümüzə görə. Heç vaxt icazə verməyin ki, bu kimdir? Çox sağ olun. Ay, təşəkkür eləyirəm sizə xanım. Allah başınızdan töksün, bahalı hədiyyatdınız. Çox sağ olun. Qazancın, ruzun bol olsun. Minnətdaram sənə, sizə çox sağ olun. O səvəllərdə siz mənə dəstək oldunuz. Ramonla danışırdıq deyənə PK-da. Mən sizə təşəkkür eləyə bilmədim. Minnətdaram sizə. Allah sizdən razı olsun. Çox sağ olun. Hə, mən dostlarıma aparıb düşürtmüşəm hamısını. Elə bir çatdırılmada işləyirəm. Amma maşınımın benzini qutarıb anama zəng eləmişəm. Mənim kartıma pul atarsan, o 20 manat pul atıb, 5 manatını benzin pulka yerdən tapmışam, benzin kolonkadan vurmuşam, gəlmişəm, gedmişəm. Mənə lazımdılar. Çox sağ ol. Çox sağ ol ay ablam, sənə qurban olaram. Çox sağ ol, var ol. Allah sənin başından töksün. Allah min əvəz versin sənə. Çox sağ olun. Çox sağ ol, minnətdaram. Çox sağ ol. Ona görə uşaqlar, dostat lazım deyir. Hamını gözəl tanıyıram. İnsanam. Kövrələ bilərəm, pis ola bilərəm. Mənim də pis günüm olur. Aygün xanım, çox sağ olun, var olun. Mənim də pis günüm ola bilər. Əsas mən insanlara qarşı sınmaram da mən. Heç vaxt sınmaram. Mən bugünkü günüm maşınım da, maşınlı qızama. Maşınım olmaz, minərəm 119'a yenə sınmaram da yəni mən. Vallahi sınmaram. Niyə sınıram ki? Burcu çox sağ ol. Niyə sınıram ki? Dünənəcə maşınlıydım mən. 32 yaşım var, 2 ildir də maşınım var. Avtobusda, metroda gəzirdim də az. Bakı şeyin şeyi də var, metro kartı. Yüklüyə də bilmirdim onu. Yazıq canım, qonşuya deyirdim, yükləyirdi mənim üçün. Dünənəcə xırdalan 119. Hə də, dünənəcə maşınlı qız idim bəyəm. İndi maşınlı olmuşam da. Valla da. Hə, mənə pis də təsir eləmir. Sonradan maşınlı olmuşam da, nə olsun? Deyirəm maşınlı zaten. Valla da adam gələ düz danışdı. Nə deyim, maşınlı qızam, pullu qızam. Neyim az? Burcu çox sağ olun. Mənim saç nömrəmi bilmirəm bacım. Mənim... Çox sağ ol. Az mənim maşınlı sən kimi dostlarım var. Neyinirəm maşını? Çox sağ ol kuklam. Allah sənə min qatını versin, min əvəzini versin sənə. Çox sağ ol. Mən sizi tanımıram. Yəqin hadı qızdır da, könül dadı. Deyəcəkdim, beysizsiz bilmirəm ki. Kör baxsın. Yəni, kör baxır. Könül. Deyən ağaz. Könül. Könül talıqlız. Tretreş, martregin birləşməsinin reklam satış könül testdir. Yeməkləri, xidmətləri və məhsulları test edir. Test eləyirsən bacı. Sən gedirsən restoranlara yemək yeyirsən. O qızdır bu. Gedir restoranlarda yemək yeyir, baxır. Tester nə deməkdir? Şor baxır deyir. 07 var, qara istəyirsən. Adı neyinirəm 07-ni, xəstəsən. İndi mən sənə qayda atıcıyam. Mən sənə qayda atacağım. Mən pis dost deyiləm. Qurana and olsun. Mən çox gözəl dostam. Çox gözəl dostam. Çox gözəl. Mən bilsən nə dostam? Məni boyumu yerə soxsunlar. Deyəm sizə.
Bax, mən belə dostam, deyəm. Deməli, yol gedirik, yol, qurban olun. Bunu başqa adamıdır ya, bu indi parodiya eləyərəm, sən Allah. Deməli, bir padruqam var idi, aslında dalda heç nə yoxdur, hə. Yol gedirik, padruqamla sevgilisidir, gedirlər. Məndə tiftik qoyun gedir. Oğlan risk maşınla belə, salam ürəyim, necəsə bir, yaxşıyam, siz necəsə, oğlan da belə. Ürəyində belə bu kiçik kimdir, mən bunu saydım salam verdim. Deyim, yaxşıyam, siz necəsiniz, mən də yaxşı. Az mən heç bir maşına baxmayan adamam, gülmənin başına. Bilirəm, axı padruqam bununla danışıb, bildin? Onun dərdin nə, bildin? Axırda padruqam neynədir, yığdı anama belədir. Sənin qızın bilirsən nə qədər oğlanla danışır, ki sənin başı var, xala, səni kiç yerinə qoyur. Həmən qız zəng elədi, mənim anama. Az mən nə qədər bədbəxtəm, yazığam, özümə o qədər yazığım gəlir. Ay Allah, ay Allah. Yaxşıdır, mən o vaxtda əmim oğluna getmişəm, bacı. Mənim adıma 1000 dənə söz çıxardı. Qurana and olsun, yaxşıdır, məni əmim oğlu vaxtında alıb. Vallahi, yaxşıdır, mənim əmim oğlu məni o vaxtda alıb. Məni yerə soxsunlar, mən nə qədər bədbəxtəm, nə qədər bədbəxtəm. Bədbəxtəm, mən bədbəxtəm. Qurana and olsun, bədbəxtəm mən. Mən beləyəm də, beləyəm. Bədbəxtəm. Sən də istəyirsən, nə istəyirsən? Mən də eləyəm. Beləyik də biz, örtbastır eləyə qalmışıq ortalıqda. Sonra birinin sevgilisi yığıb məni. Mən sənə mütləq görüşməliyəm. Ay bacı, gecəmi gündüzümə qatdı, səhərimi axşama qatdı, dəli elədi qoydu məni, kiç elədi qoydu, maşının qabağını kəsdi, TikTokda yazdı. Axırda bir dənə padruqamı götürdüm, getdim bundan görüşə. Görüşə getdim, dedim ay qardaş, nə istəyirsən, nə olub sənə? İnşallah barışarsınız. Mən kişiyəm. Heç vaxt. Dedim, indi nə olub ki, sənə xəyanət eləməyim, neçə ildir sənin yanındadır da. Yəni, hamı bilir ki, o qız səni sevir, sən də onu sevirsən. O qız ömür boyu sənin yanında olubdur. Yəni, heç vaxt heç kimlə danışmayıb da, tək səni sevib də. Mən kişiyəm. Sən bilmirsən, mənə yəni o sözlər deyilməli deyil də. Mən kiməm ki, mənə o sözləri deyirsən. Sən hər neynəmsən özün bilərsən. Olmaz, qətiyyən olmaz. Ağızdan quşlamaq olmaz. Mən kiməm ki, o sənin həyatındakı qadındır. Mən bugün varam dostlamaya, sabah olmaya bilərəm. Sən bunu boğazından kəsib buna çörək alırsan, bunun yanındasa utanmırsan sən. Kişidir deyənə adam heç nə deyə bilmir. Susursan ki, bir əl qaldırar sənə, ayıbdır, başa düşürsən. Və susursan, oturursan. Sual verir ki, sən niyə onunla danışmırsan? Deyirəm ki, elə şeylər var ki, incimişəm də, başa düşürsən. Bitdi. Bir iki dənə də sual verir sənə ki, filan kəslə danışır. Əgər sən dostluğun dalıca deyirsən ki, bugünkü günü ki, o belə eləydi, deməli sən onun yanındaydın. Pis hərəkətləri olubsa dostluğun, sən də onun hal şahidi olmuşsan. Mən də o insanın heç vaxtda heç bir pis hərəkətini görməmişəm. Sağollaşdım, maşınıma mindim, çıxdım, rədd oldum, getdim. Rədd olub gedəndən sonra, 3 gün sonra mənim ad günüm oldu. Həmən qız mənə padarka gətirdi. Hə, mama qurban? Kimlə danışırsın? Hə, televizyondayım. Hə, bağla. 3 gün sonra həmən qız, danışmadığım qız mənə padarka gətirdi. Bir-birimizi qucaqladıq, öpdük. Yəni biz dalaşmamışıq, bildin? Sarıldıq, bir-birimizə başladıq danışmağa, eləməyə. Bir də gördüm ki, oğlan gəl qabağımızı kəs. Denən ki, utanmırsan sən mən dalıyca danışırdın. Əlim üzümdə. Dedim, nətər mən onu dalıyca danışmışam. Sən danışırdın, mən qulaq asırdım, səsimi də çıxartmadım mən. Sən filan şeyləri dedin. Baba, əlim üzümdə, baba belə. Dedim, ay Allah, ay Allah, sən bizi belə kişilərdən saxla. Sən bizi belə kişilərdən saxla, qurban olma. Mənə deyəsən ki, sən ona paxıllıq eləyirsən zaten. Mən niyə paxıllıq eləyirəm? Mən heç olmasa 2 ildə 2 dəfə maşın dəyişmişəm. Şükür Allaha, özümə görə hər şeyim var. Min şükür, min şükür. Ay Allah, heç kimə baxıb heç nə almıram. Heç bir şeyin arzusunda deyiləm. Bir dənə özümə bir şərait qurmaq istəyirəm. Arzuladığım odur ki, əlimin çörəyi olsun. Mənə nələr dedi, mənə dedi ki, yanımda apardığım olsun. Çox acıb axartma Yiğit qan. Niyə ki?
Solaxaysan, yox. Baba, əlim üzündə belə qaldım. Dedim, sənə qurban olum. Ay Allah, adamı necə şərə salarlar. Qıza da heç nə demədim. Mindim maşınıma. Bir kəlmə onu dedim ki, mən elə dost deyiləm. Yəni, bizim ünsiyyətimiz olub, hamımızdan gözəl münasibətimiz olub. Mən heç vaxt heç neyi qırağa çıxardan qız deyiləm. Heç vaxt. Utanaram qırağa çıxartmağa. Amma bugünkü günü o 4 nəfərdən bir nəfər girir mənim canımda əyrəksi şey yazır. Amma lazım deyil. Axırda nəsə olub, yox. Yanındakı padruqan necə oldu? Hansı padruqan? Mənim yanımda çox qızlar olub və çox dostlarım olub. Xala sənin anandır, mən xala deyiləm. Yo. Ona görə qadınlar aldanmamalıdır bu kişi tayfasına, valla. Qız inandı ona. Demək olar ki, 90% hə. Hə, inandı. Amma mən elə dost deyiləm. Mən bir kəlmə onu deyərəm dostlarıma ki, bu vaxta qədər nə qardaşınıza zəng eləmişəm, nə sevgilinizin qabağını kəsmişəm, nə sizin barənizdə pis söz danışmamışam. Heç vaxt adınızı çəkərək, heç kəsin yanında danışmamışam. Amma mənim haqqımda danışıblar. Çünki mən ürəyi təmizəm də, kül mənim başıma, mən ürəyi təmizəm, ay bacı. Ağzıma gələn danışıram, rahat danışıram, qorxmuram, səsimi yazarlar, çəkərlər, danışarlar. O şeyləri eləmirəm də. Səhvin o kişi imkan vermir də ağ günə çıxan, maşımızın qabağına qədər kəsirdi ki, bir dənə mənim sənə sözüm var, sənə onlar sual verim ki, o qız məndən başqa oğlanla danışıb, dedim yox. Sonra da mənim üzümə durdu ki, sən demirsən ki, filan şey filan, belə oturdum, baxdım. Yanımda qız maşında oturmuşdu. Qıza da dedim ki, belə sözlər işlətdi də. Hə, dedi, boş ver. Sonra həmən qız mənə getdi, həmən qızın sevgisi mənim maşınımı sürdü, maşınımı vurdu. Dedim, gəlin düzəltdirin, düzəltdirmədilər. Yığdan mənə şantaj elədi ki, anava zəng eləyib deyəcək ki, şeydir, sən filan oğlanla danışmısan, filan kəslə danışmısan, deyəcək ki, yine filan kəslərlə danışmısan, inanırsan, Quran and olsun. Həmən qız da mənə elə elədi. Vallahi. Hərəsi bir cür dağ çəkdi mənə. Vallahi. Ona görə mən gic kimi benzin vururam maşınıma, tək gəzirəm. Neyiniyim? Kimlə dostluq eləyim? Qələt eləyib tapmışdım, ay bacı. Hamısı bir-biri ilə padur qayıtdı, kaş heç tapmayardım. Nə bilim. Heç kimə güvənmək lazım deyil. Yo. Yo, dost elə dost olmuraq abla. Mən evin tək uşağı olmuşam, başa düşürsən? Gözümü açıb anamı görmüşəm. Mən də istəyirəm də mənim dostum olsun. Mən də istəyirəm də hansısa bir qızla dostluq eləyim. Onunla dərdləşim, danışım. Kimdən dərdləşim, danışım? Daşla danışım. Mən adam deyirəm. Kimə zəng eləyim bə mən? Darıxmırsınız siz. Allah'ın olsun yenə ağlayacağım indi. Ürəyimi sıxılmır. Da heç kimə inanmayayım. Nə eləyim? Mən nə eləyim mən? Sən mənim ürəyim səni. Az anama söz demək olur. Buna başqa nədir? Anama bir də etsən ki, filan oğlanla danışıram. Hə? Qoşuldu ajdara. Bu sözü dedi, hə? 2 gün üstündən keçdi. Anamın bir dənə ayağını tapdala. Anam başlayır.
Qoşulmusan avaralara, tərbiyəsizlərə, onlardan gördüyün tərbiyədir də. Yəsiz. Özün üçün yaşayırsan. Qızışmısan, özün üçün yaşayırsan. Qoşulmusan filan kəsə, qoşulmusan filan. Az o qədər başıma təhnə verir, o qədər başıma təhnə vurur. İstəmirəm axı. İstəmirəm axı. Gedim kimə deyim dərdimi? Suzu bir rəfiqam var, deyən, zakaznoy, deyəm. Suzu bir rəfiqam var idi, qara saç, balaca boy, sonra sənsiz gördüm. Dəqiq. Ki, sən atıran bloka. Ged öz səhifəndən gəl, biraz ürəkli ol. Fıskırt, ged fıskırt. Yaxşı, yaxşı. Pa. Özü deyə yazır səy. Uşağıq biz. Az özümdən yaşlı xanımlarla nə bir padruqalıq edeyim. Kimdən padruqalıq? Xala evdə yoxdur. Nə? Ərinlə barış. Ailəni yığ başına olsun həm də. Yoxa, hə. İşim gücüm qutarıb. Hə, gedib ərimlə barışacağım. Az ərimlə niyə barışıram mən? Başa düşmədim. Mən özümü sevən, özümü hörmət eləyən qızam, ay bacı. Mənə hörmətsizliyi olunan yerə mən qayıtmıram. Başa düşürsən? Mən özümü sevən qızam. Sən nə danışırsan? Mən anneyim, nəyimə lazımdır mənim? Mən qürurlu qadınam, sizin qabağınızda sınıb sizdən pul istəmirəm. Mən ərə qaydanam. Semkanın vaxtında mənim borcuma görə işığımı söndürmüşdülər. Semka ilə PK eləyirdim, balkonda açırdım canlını. Qonşunun işığı bizə düşürdü. Qonşunun Wi-Fi ilə oturdum. 3 gün evimizin işığı söndü borca görə. Evimizin kreditdən görə işığımızı söndürdülər. Bir dənə adamın xəbəri olmadı ki, mənim evə borcum var. Mən gedib ərimlə barışanam. Sizi sevən insanlar sizi həmişə hörmətlə saxlayacaq. Sizin hörmətinizi saxlayacaq. Güclü oğlanların da ailələri dağılmır. Zəif oğlanların ailələri dağılır. Bir də mədəniyyəti bacaran oğlanların ailələri dağılır. Həqiqətən də görür ki, bu ailədən ailə çıxmayacaq. Bu uşaqlar paramparça olacaq. Ona görə o oğlanlar mədəni surətdə ayrılır. Amma ki, övladlarına bizə necə baxırlar? Bax, belə. Övlad birinci ataya zəng edir ki, mən filan şey istəyirəm. Uşaq yıxılmır ananın üstünə. Başa düşürsən? Onu mən neyinirəm az? Mən sizin gözünüzdə ailə simvolu olacağım deyənə gedim ailəmlə barışım. Neyimə lazımdır mən? Mən hisslərimlə yaşayan adamam. Mən sevgi ilə yaşayan adamam. Mən nətər gedim oturum orada? İstəmirəm axı. Sevə bilmirəm. Mən sevə bilmirəm. Mən sevə bilmirəm. Mən gözəl sevirəm. Sevəndə də gözəl sevirəm. Mən sevəni mən sevirəm. Məni incitmə. Mən pişik kimiyəm. El günüm, yaraşıqlı el günüm. İndi durmuşam yuxudan atam. Mənim gözəl dostum, mənim dəyərli dostum. Allaha and ol. Allah səni mənə çox görməsin. Allah haqqı. O mənim doğrudan da gözəl dostumdur. Mən onu çox istəyirəm. Takibdən niyə çıxarsa? Takibim sıfırdır da, müğənnilər kimi. Sən danışmadım, hər şeyi rədd elədim. İnanırsan Elgün? Quran haqqı. Sən mənim qəlbimdəsən, sən mənim gözəl dostumsan. Sənin toyunda bir dənə abırlı paltar giyinəcəm Elgün. Qurana and olsun, heç oğlumun toyuna elə giymərəm də. Sənə toyva giyinəcəm Elgün. Söz verirəm sənə. Çünki səni çox istəyirəm, sən gəncəlisən. Sənin toyva 7 oğlansan ki, abırlı giyinib gələcəm sənə toyva. Bir dənə səni evləndirsəydik, Allah qoysa inşallah. Abırlı həyalı, gözəl, abırlı, gözəl bir qız olsa Elgünün direktinə yazsın. Elgünü evləndirmək istəyirik. Qurana qiriyyətli paltar giyinəcəm valla. Düppələm düz, qəşişə, qırmızı, bir dənə də burada ləhçəyli, güllü. Niyə ayrılmırsan yoldaşınla?
Yoldaşımla nöş ayrıldım. Gördüm ki Bagemanı mənə atır. Bagemanı atan yerdə Bagemanın başlığını tuta bilmədim. Bagemanın özünü tutdum. Başa düşdüm ki, mənlik deyir. Mənim anamın əziyyəti havaya gedir. Hə, vallahi. Hindiyə nə qədər Bageman qabı yoxdur. Anam 6 ildir deyir. Mənə lazımdır. Anamın ağzına düşmüşəm. Anam bizim evimizi remont eləmişdi. Qapıyı elə bu qapıdır. Qapının belə şey eləyirdin, əlin gedib girirdi. Çırılmışdı qapı. Yumruq vurulmaqdan. Aləm deymişdi bir-birinə. Mənim anam bəyəm əziyyətlə işləyir. Havaya verir, havaya şey eləyirdi. Könül xanım, çox sağ olun ürəyim. Qırmızı geyinmə. Nərə giyinim? Ərin sənə xəyanət eləyib, alı başıva. Az mənim kimi visoki qıza xəyanət eləmək olar. O beyquşlara xəyanət eləyirlər bunlara. Mənə xəyanət eləmək olar az. Mən elə bir telepuskam oğlanın yanında atlanıram, çişirəm. Az mən neyimə xəyanət eləsin? Visoki adamam, Qurana and olsa. Pulsuz klon. Bir dənə jelibon verirsən, otururam sənin yanında. Alır jelibonumu, alır soyuq çayı, tuturam əlimdə gedirəm. Mən neyimə xəyanət eləsinlər, ay bacı, kart atmıram, pula at. Bir dənə jelibon alırlar, gic-gic danışa gedirəm. Əlimdə də suyum, tüpürcəyim quruyur, başımı çəkirəm, içirəm. Mən neyimə, visoki da. Gözəl qadınlara xəyanət eləyirlər, yox. Sakit qadınlara xəyanət eləyirlər, səssiz. Dəli dolu qadınlara heç vaxt xəyanət eləmirlər. Rüyəyə xəyanət eləmişdilər, yox. Aygün görsə sevgidən yarımadı. Çünki Aygün dəlisov deyil. Aygün şarımlıdır. Rüyəyə xəyanət eləyərlər, yox. Rüyə ikizlərdir. Rüyə dəlidir. Kişilər ağıllı qadınları sevmir, dəliləri sevir. Dəlilərə də xəyanət eləmirlər. Çünki dəliləri xoşlayırlar. Ağıllı qadına xəyanət eləyirlər. Çünki çox ağıllı olurlar. Kişilər özlərindən ağıllı qadını sevmirlər. Rasxodsuz sənə kül başıma. Rüyəyə kim xəyanət eləyib, sən ola yaxşı. Kim xəyanət eləyib, problemləri var idi onun. Aygün şarımlı qadındır. Aygün cazibədar qadındır. Belə bir dənə çay içir, o da cazibə ilə içir. İlham xanım, çox sağ olun. Amma itdi, sənə elədi. Onda sənin seçimin düzgün değildi da, ay ablam. Sənin seçinin düzgün olmayıb da, o oğlan sənə aid olmayıb onda, ablam. Vallahi, neynirdin onu? Sən gözəl qızsan, o sənə layiq olmayıb. Az qoy rədd olsun. Az xumardır, ağıllı qadındır. Çox bilir. Qudurdas qoy rədd olsun, neynirsən? En qədərdir. Buradan məhlədən çıxırsan, buradan bura qədər oğlandas neynirsən? Oğlanlar özləri qonur adama. Vallahi. Bir dənə başı belə eləyən kimi ağcı qanat kimi girir ağzıva. Neynirsən ay bacı? Oğlan üçün fikir eləmə, dəlisən. Bacı qurban olsun sənə. Ölüm səndən ötər az. Kişi şey davası eləməz. Kişinin dərdini çəkmə, neynirsən az kişini. Vallahi. Bir dənə peşmansan, maşının ışığını yandırasan. Sırası girirlər maşının içine. O gün biri Sumqayıtdayam, biri pomluxod ver. Məni gördü pomluxod ver. Dıp. Qırqızılı da Versace. Sırası bilir ki, orijinal değil de. Mən qızılı yuxarıdan tuturam. Hə, gəldi düşdü dalımca, reklama getmişdim. Gəldi düşdü dalımca, maşını saxlayıb düşüb dalım. Necəsiz? Deyirəm, yaxşı olasın, çox sağ olun. Deyirəm, izləyici də nə deyim, sən eləmək olmur da. Bizim mən TikTokda olan adamam. Belə yiyəm var. TikTokda nə üçün var? TikTokdasansa küçədə bir dənə oğlan da yaxınlaşıb sənə deyə bilər ki, salam xanım. Deyirsən, əleyküm salam. Deyir, səni izləyirəm. Deyirsən, çox sağ ol, var ol. Bu mənim borcumdur, mən ona demək. Afçarka kimi qapa bilmərəm onu. Hə. Mən də deyirəm ki, çox sağ ol, yaxşı olasın, çox sağ ol. Bir dənə çay içə bilərik. Dedim, yox. Çay nə inirsən? Mən bu yağdan da deyirsən, görürəm, xoşuma gəldi. Dedim, Allah canınız sağ olun, çox sağ olun. Hə, deyirəm, canlıda görmüşsünüz məni. Neyim, az mədəniyyətsiz mədəni olub deyəm. Yox, bu yağ gördüm sən, xoşuma gəldin, xoşuma gəldin. Ki, bir dənə çay içərdik dəniz qırağında. Dedim, yox, çox sağ Allah razı olsun. İstəsəz deyirəm, TikTokda izləyə bilərsiniz. Bir dənə pas attım ona ki, TikTokda izləyə bilərsiniz. Всё. Mədəni, kabloku da bərk ayaqlarıma qoya, tak, sızışqa getdi.
Sızışqa götür ama bitti oğlan idi. Qəşəng oğlan idi. Yesinə qismət mənim neyimə lazım. Çıxdı getdi. Amma çox mədəni oğlan idi ki, mənimlə çox ağız daşımadı. Ağzını suya xaxa 5 dəfə demədi ki, çay içə. Bir dəfə dedim, mən də bir dəfə dedim, yox. Güya getmirsən, Allah andasın yox. Qıran haqqı, valla yox. Bütün günü xırdalandayam, maşınım deyim əhlədədir. Bir dənə xırdalan uşağı çıxsın desin ki, Zuzu maşına oğlan otusturdu, ya Zuzunu hansısa oğlan maşında girdi. Allah haqqı yox, külməyin başıma, valla yox. Yox. 6 ildir xırdalanda qalan bir dənə oğlanla tanışmamışam burada, valla yox. Yox. Bir-iki rəngdə danışdığım olub, amma ümumiyyətlə xırdalanda heç kimlə danışmamışam. Hamısına salam, sağ ol, gözəl ünsiyyətim. Məsələn, yağ dəyişirəm, nakladkamı düzəltdirirəm, təkərimi düzəltdirirəm. Qardaşım yox, atam yox, yiyəm yox. Bunlarla mən danışmalıyam da. Kim danışmalıdır? Təkərim xarab olur, zəng eləyirəm. Oazis restoranının köynək yerində oğlan var ona. Gedirəm, düzəltdirirəm, yağımı dəyişdirirəm alt tərəfdə. Yəni, bunlara mən zəng eləyirəm də. Qəşəng oğlandı. Sənə gözəl qızlar göstərəcəm. Git sağ salamat. Mən səni heç vaxt saxlamamışam. İstədiyin qızla danışa bilərsən. İstədiyin qızla danışa bilərsən. Sən mənim həyatımdakı oğlan bilir ki, mən sosial şəbəkədə olan qızam. Küçədə də mənə oğlan yaxınlaşa bilər. Nömrə də verə bilər mənə. Əsas mən heç bir oğlana ağzı suluq kimi yaxınlaşmamışam. Xəyanət eləmirəm heç vaxtı, xəyanəti sevmirəm. Gələk ayrılım ki, xəyanət eləyim. Mən xəyanət eləməyi bacarmıram və heç vaxt heç kimə xəyanət eləməmişəm. Eləmişəm. Eləmişəm? Yox, eləməmişəm. Çox sevəndə eləmirəm. Ay Allah, kandım. Başqa sevdireyim. Az qızardım. Uy. Az bilmirəm, mən başqa söhbət. Mən əkizlərəm, ağzımın daşlığını bilmirəm. Sakit yan. Uy Allah. Ay Allah. Ay Allah. Necə qızardım, necə qızardım. Az necə qızardım. Çox qızardım ey ablam. Sağ ol başıma. 07'ni verim sənə. Sən də patxod eləməyi yer axtarırsan. Sən 07'ni neynirəm? Sən qoğməğrüvə 1 kilo bazarlıq eləyib aparmırsan. Mənə pulsuz 07 verənsən. 07'mi vereyim sənə. Ver də ver. Sən mənə 07 verənsən. 07 bir dənə oğlan mənə yelləncə yatmışdı. 41 dəfə yazmışdı direktimə. Axırda mənə dedi ki, yelləncəyin pulunu qaytar. Mənə bəs gedərdin də çay içməyə. Mən yelləncəyi atdım ki, sən mənə çay içəsən. Sən mənə 07 verənsən. Az danışırdı o bizə 07 verəndi. Bacı, safsan sən. Nə qədər saf qızsan sən. Sevgilin sənin YouTube'da çəkildiyin videoya heç dedim. Yox, mənim sevgilim mənə deyə bilər ki, sevgilim mənə meçiddə tanış olub ya. Sevgilim mənə tanış olanda bilirdi ki, mən sosial şəbəkədə olan qızam. Və bugünkü günü mənə küçədə də oğlan yaxınlaşır, direktimə də oğlan yazır, səhifədəki nömrəmə də oğlan yaza bilər. Küçənin ortasında maşınımın üstünə oğlan gül də qoya bilər, qapının ağzına hədiyyə də gətirə bilərlər. Bu normal bir şeydir. Geçsin onda mənim sevgilim tanınmamış, bir dənə iş, bir dənə ev, görən qızla geçsin danışsın. Mənim sevgilimi məcbur yanımda saxlamamışam ki mən. Canım mənim, gözlə canım bacım. Mənim bacım mənə bir dənə göstəriş verdi. Mən özüm də tutmuşam, bəli. Və bəli, bunu səni atıram bloka. Sən mənim sevgilimin